Allahu Ekber, Allahu Ekber. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bugün Elçin kardeşimizle inşallah bir ayenin tefsirini soruşacağız. İnşallah Elçin kardeş bize o aye barədə məlumat verəcək. Elçin kardeş, Allah Subhanahu taala Kur'an-ı Kerim'de Fatiha suresinde buyurur ki: İyyâke na'budu ve iyyâke nesta'in. Biz yalnız sana ibadet edirik ve yalnız senden yardım diləyirik. Bu barədə bize nəsihət verərdiniz, məsləhət verərdiniz. Barakallahu khayran, barakallahu fik. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin nebina Muhammedin ve ala alihi ve sahbihi ve men tabi'ahum bi ihsanin ila yevmiddin, emma ba'd. Deməli, bu Fatihə surəsindəki bu ayə həqiqətən çox əzəmətli bir ayədir və yaradılışdakı qayəni izah eləyir. Necə ki, bəzi alimlər, sələflərdən deyiblər ki, Kur'an'ın sirri Fatihə surəsindədir. Fatihə surəsi Kur'an'ın sirridir və İyyâke na'budu və İyyâke nesta'in də Fatihə surəsinin sirridir. Yəni ümumi götürəndə belə nəticəyə gəlmək olur ki, İyyâke na'budu və İyyâke nesta'in, biz yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik, Kur'an'ın sirridir. Yəni Kur'an'ın mahiyyətini bu açıqlayır. Yəni necə ki Allah Azza ve Celle Zariyat surəsi 56-cı ayədə buyurur ki: "Və mə xalaqtul cinnə vəl insə illə liya'budun." Mən cinləri və insanları ancaq mənə ibadət etsinlər deyə yaratmışam. Bu yəni yaradılışın qayəsidir, düzdür? Və bu ayədə də biz deyirik ki, yəni bu dua olaraq və Rəbbimizə elə bir ki bir növ söz verərək ki, İyyâke na'budu və İyyâke nesta'in. Ey Rəbbimiz, biz yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik. Mənasını biraz da geniş izah eləsək, biz səndən başqasına ibadət etmirik, biz səndən başqasından yardım diləmirik. Və bu da qulluğun əsasıdır. Elə qulluq da budur. Və Allah Azza və Cəllənin bizdən istədiyi də hətta insanları və cinləri yaratmasındakı qayəsi də budur. Düzdür? Bax, uyğunluğa bax. Mən insanları və cinləri ancaq mənə ibadət etsinlər deyə yaratmışam. Allah Azza və Cəllə öz insanları yaratmasındakı qayəni bildirir, hətta cinləri də. Və biz də deyirik ki, biz yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik. Və işin digər hikmətli tərəfi, Allah Azza və Cəllənin kamil hikmətinə baxın ki, Allah Azza və Cəllə müsəlmanlara gündə 5 vaxt namaz qılmağı fərz edib. Düzdür, vacibdir. Gündə 5 vaxt namaz qılmalıdır. Və bu 5 vaxt namazın hər rükətində Allah Azza və Cəllə Fatihə surəsini rukn edib. Yəni namazın ərkanlarındandır. Mütləq sən Fatihə surəsini oxumalısan hər rükətdə. Və nəticə etibarilə sən hər rükətdə bu ayəni oxuyursan. Bu sözü Rəbbimə verirsən. Ey Rəbbim, biz yalnız sənə ibadət edirik. Yalnız səndən kömək diləyirik və səndən başqasına ibadət etmirik və səndən başqasına yardım diləmirik. Və bu da yaradılışın qayəsidir. Allah Azza və Cəllənin qullarından tələbidir, eyni zamanda əmridir və bunu başa düşmək, yəni həqiqətən bizə böyük bir fayda verir. Namaz qılarkən bunu düşünmək, bunun fərqində olaraq ibadət etmək.
biz yalnız sənə ibadət edirik. Yəni bütün ibadət olan məsələləri ancaq Allaha nisbət edirik. Biz yalnız səndən kömək diləyirik. Yəni səndən başqasından kömək diləmirik. Bütün yardımı, bütün müvəffəqiyyəti səndən umuruq. Yardım da səndəndir, müvəffəqiyyət də səndəndir və ibadətimiz də ancaq sənədir. Və qısa olaraq yəni bunu demək istəyirəm. Amma əslində bu haqqda çox danışmaq olar. Yəni Allah razı olsun. Hətta Cəzakallah. alimlər bu barədə İyyəkə nə'budu və İyyəkə nəstə'in ayəsinin barəsində bir kitab yazıblar. Bəli, Həqiqətən bəli. əzəmətli ayədir. Allah sənə Allah razı subhanahu olsun. taala dəyişdi faydalardan etsin. Amin. Amin ecmaîn. Subhanakallahumma və hamdika və əşhədu an la ilahe illə ent və estağfiruke və etûbü ileyk. الله أكبر